Salam uşaqlar, bugün cimlə işləyirik və 11-ci sinifə aid deməli 8-ci audio mətnimiz var və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir. Gəlin indi mətni dinləyək, ondan sonra tərcümə edim və suallara cavab verərik. В древности борьба на территории современного Азербайджана была популярным видом спорта. О соревнованиях борцов рассказывается в азербайджанских народных песнях, сказках. Есть сведения о борьбе в легендах эпоса Китаби-Деде Коргут, древнем письменном памятнике нашей литературы. В нем также описаны соревнования борцов. Они показывали свою силу, когда боролись со львами, с быками. Время шло, борьба развивалась. Менялось отношение людей к ней, менялись правила проведения соревнований. Вскоре соревнования стали проводить в специальных местах – Зорхана. Это вид традиционной городской спортивной арены. В переводе с азербайджанского языка «зор» означает «сила», «хана» – «дом», то есть «дом силы». Самые ранние сведения о Зорхане встречаются у авторов XV века. С древних времен борцов очень уважали. Они были сильными и отважными людьми. В Азербайджане соревнования в Зорхане проводили под музыку. Музыканты играли на кеманче, зурне, нагаре. Многие из этих мелодий сейчас забыты. Но под музыку народного танца джанги и сегодня открывают соревнования по национальной борьбе – гюляш. Популярна борьба в нашей стране и сегодня. Азербайджанские борцы выступают на чемпионатах Европы, мира. Они участвуют и в Олимпийских играх. Спортсмены много тренируются и занимают призовые места. Belə uşaqlar, indi bu mətni tərcümə edim. Deməli, müasir Azərbaycan ərazisində güləş qədimdə məşhur idman növü olubdu. Güləşçilərin yarışlarından Azərbaycan xalq deməli nəğmələrində, nağıllarında bəhs edilir. Ədəbiyyatımızın qədim yazılı abidəsi olan Kitabi-Dədə Qorqud eposunun əfsanələrində də güləş haqqında məlumatlar var. Orada deməli güləşçilərin yarışları təsvir olunur. Onlar şirlərlə, öküzlərlə güləşəndə öz güclərini nümayiş etdirirdilər. Zaman deməli keçdikcə güləş inkişaf edirdi. İnsanların ona münasibəti, yarışların keçirilmə qaydaları dəyişirdi. Tezliklə yarışlar xüsusi yerlərdə, yəni Zorxanada keçirməyə başladı. Bu ənənəvi şəhər idman arenası növüdür. Azərbaycan dilində tərcümədə zor güc, xana da ev deməkdir, yəni güc evi. Zorxana haqqında ən erkən məlumatlara deməli 15-ci əsr əliflərində rast gəlinir və qədim zamanlardan güləşçiləri böyük hörmət bəsləyirdilər güləşçilərə. Onlar güclü və cəsur insanlar idilər. Azərbaycanda Zorxanada yarışlar musiqi altında keçirilirdi. Musiqiçilər kamança, zurna, nağara çalırdılar. Bu melodiyaların çoxu indi unudulub. Lakin cəngi xalq rəqsinin musiqi altında bugün də milli güləş, yəni güləş üzrə yarışlar açılır. Güləş deməli ölkəmizdə bugün də çox populyardır da. Azərbaycan güləşçiləri Avropa və dünya çempionatlarında çıxış edirlər. Onlar həm də olimpiya oyunlarında iştirak edirlər. İdmançılar deməli çox məşq edirlər və mükafatlı yerləri tuturlar. Belə və keçək indi bizim suallarımıza. Sual belədir 43-cü. Определите основную мысль tekstdə. Əsas ideya, söhbət burada nədən gedir? Gəlin baxaq. Борьба всегда являлась populярным видом спорта в Azərbaycanda. Azərbaycanda güləş həmişə populyar idman növü olubdu.
Правила поведения соревнований по борьбе со временем изменилось. Belə deyək də, yarışmaların qaydaları gedə-gedə belə deyək də dəyişirdi. В древности соревнования борцов проводили в специальных местах. Qədim dövrlərdə xüsusi yerlərdə güləş yarışları keçirilirdi. Azərbaycanские борцы занимают призовые места на разных соревнованиях. Azərbaycan güləşçiləri müxtəlif yarışlarda mükafat yerləri alırlar. Kitab-ı Dədə Qorqud древний письменный памятник literaturu. Kitab-ı Dədə Qorqud qədim yazılı ədəbiyyatın abidəsidir. Və uşaqlar, burada deməli bizdə əsas ideya söhbət nədən gedirdi? Əlbəttə ki, bizim söhbətimiz gedirdi ki, Azərbaycanda güləş həmişə populyar idman növü olubdu. Борьба всегда являлась популярным видом спорта в Azərbaycane. Deməli, 44-cü sualımız. Укажите неверное утверждение по тексту, yəni mətnə uyğun olmayan. В древности борцы показывали свою силу, когда боролись со львами и быками. Qədim dövrlərdə pəhlivanlar şir və öküzlə döyüşəndə öz güclərini göstərirdi. Bu var, düzdür. Соревнования по национальной борьбе güləş открывают под музыку танца cəngi. Deməli, milli güləş üzrə yarışları cəngi rəqsinin musiqi sədələri altında keçirilir. Düzdür. Ondan sonra так. Zorxana это vид традиционной сельской спортивной арены. Deyir ki, Zorxana nəvi kənd idman arenasının bir növüdür. Bu düz deyil. Bu uyğun gəlmədi. Спортсмены занимают призовые места, потому что много тренируются. İdmançılar çox məşq etdikləri üçün mükafat qazanırlar. Многие мелодии, под которые раньше проводили соревнования по борьбе, сегодня не помнят. Deyir ki, keçmişdə güləş yarışlarında istifadə olunan melodiyalar çoxu bu gün xatırlanmır. Belə deyək də, indi onlar istifadə olunmur deyir. Так. Sonra определите верный ответ на вопрос. Что описано в древнем письменном памятнике Kitab-ı Dədə Qorqud? Deməli, bu suala cavab verməliyik də. Deyir ki, Kitab-ı Dədə Qorqud qədim yazılı abidəsində nə təsvir olunubdu deyə yazılıb. Və biz də bilirik ki, güləş yarışları, соревнования борцов. C variantı burada uyğundur. 46-da. Дополните предложение словами из текста. У авторов 15 века можно найти. Deyir ki, 15-ci əsr müəlliflərində rast gəlmək olar. Nəyə rast gəlmək olar? Zorxana haqqında, deməli, məlumatlara da o şəkildə yazmalıyıq. Gəlin, onu da yazaq. Так. Наиболее ранние сведения о Зорхане. Yəni, у авторов 15 века можно найти наиболее ранние сведения о Zorxane deyə bu şəkildə deməli biz 46-nı yaza bilərik. Sonra 47-də напишите ответ на вопрос. В каких чемпионатах в наши дни участвуют азербайджанские борцы? Bu günlərdə Azərbaycan güləşləri hansı çempionatlarda iştirak edirlər deyə biz yazmalıyıq. В чемпионатах Европы и мира. В чемпионатах Европы и мира в наши дни участвуют азербайджанские борцы deyə bax bu iki şəkildə də yaza bilərsiniz. Дальше напишите одно прилагательное из текста, которое характеризует слово танец. Tanec rəqs deməkdir və əlbəttə ki, xalq rəqsi deyə народный tanec deyə biz bu şəkildə yaza bilərik. Belə, sağ olun, görüşərik uşaqlar.